Bakıda xuliqanlıq və qətl törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıyevin cinayət üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədri ilə keçirilən prosesdə qəbul edilib. Dövlət ittihamçısı İsmail Cavadlı ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəməyə təqsirləndirilənlərdən Afiq Hacıyevin 18 il 6 ay, Natiq İmamcanovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək onun məhkəmə zalından həbs edilməsini təklif edib. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışlarına hazır olmadıqları üçün məhkəmənin növbəti icrası mayın 13-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Belə ki, Afiq Hacıyev mübahisə zəminində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək öldürüb. Hadisə günü Afiq Hacıyevlə birlikdə olan Natiq İmamcanov da təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Afiq Hacıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə və Natiq İmamcanov isə 221.3-cü, yəni xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə maddələrlə ittiham rədd edilib. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.